Bugün şeir dünyamızda Aşıq Ələsgər günüdür. Həm Ramazan ayı Ələsgər günüdür, həm Cümə günü Ələsgər günüdür, həm şeir günüdür, saz günüdür. Aşıq Ələsgər Allahın taxtından düşən işıqdır. İşığın taxtında şahdır Aşıq Ələsgər. Bu işıq hansı işıqdır? Bu işıq Əfsələddin Həsənoğlundan, bu işıq Nəsimidən, Qazi Bürhanəddindən, Seyid Əzimdən, Vaqifdən gələn işıqdır. Bu işıq müqəddəs ana dilimizin işığıdır. Bu işığın taxtında bugün Aşıq Ələsgər əyləşir. Aşıq Ələsgər bugün bütün Azərbaycanın bütün bölgələrində öz duhası ilə, öz şeir ucalığı ilə, öz dahi şeir külliyyatı ilə saz-saz, söz-söz gəzən bir sənətkardır. Mən Qubadan gəlmişəm. Nəinki Quba, hətta ətraf Dərbət də Aşıq Ələsgər deyir. Təbriz də Aşıq Ələsgərdən danışır. Bugün bütün soydaşlarımızın yaşadığı Uyğurlar da, Kərküklər də Aşıq Ələsgərin sazından, sözündən boylanıb. Azərbaycan xalqının sabahına bu isti günlər, günəşli günlərdə olduğu kimi işıqlı arzularla bizə bütün Azərbaycan arzulayırlar. Aşıq Ələsgərin sazından, sözündən, Aşıq Ələsgərin dühasından, Aşıq ilindən, qanından bir bütövlük yağır. Mən deyərdim ki, gələcəkdə Ulu Göyçədə onun məzarı üstündə qoyulan abidə də bütün Azərbaycan rəmzinə çevriləcək. Çünki Ağrı dağı bizim ağrımızdır. Çünki Gümrü də, Şorca da, Basar Keçər də, bütün o Daşkənd də, Çaylı da, hər yer Aşıq Ələsgərin izi, Aşıq Ələsgərin nəfəsi olan yerlərdir. Onlar bir ailədə birləşib, Aşıq Ələsgər dühasını dünyaya çatdıracaq. Və mənə xoşdur ki, bu günləri mart ayında Aşıq Ələsgərin anım günündə Aşıq Ələsgərin ruhu ilə bir yerdəyəm. Aşıq Ələsgər sevdalılarla bir yerdəyəm. Ruhu şad olsun, ruhundan öpürəm, bağrıma basıram. Ələsgər nə sazdır, nə sözdür, nə də aşıqdır, nə mağar, nə düyün, nə yaraşıqdır. Allahın taxtından düşən işıqdır, işığın taxtında şahdır Ələsgər. Hər beyti ayədir, hər sözü kəlam, açması önündə dilsizəm, lalam. Sənətdə Peyğəmbər əleyhissalam, dəryada tufandır, Nuhdur Ələsgər. Yerin pərdəsidir göyün simləri, əritdi canında çox tilsimləri. Dolaşır ilahi mərasimləri, kükrəyən, çağlayan ruhdur Ələsgər. Sehri çox, mələklər ötən eşqinin, Arazda, Samurda bitən eşqinin, o taylı, bu taylı vətən eşqinin, Göyçə dodağında ahdır Ələsgər. Kitablar bağlanıb hür savaşından, zirvələr dizindən, bulud qaşından, adına pir tikin məhəy daşından. Saf haqdır, od ərdir, bağdır Ələsgər. İşığın taxtından, Allahın taxtından düşən işıqdır, işığın taxtında şahdır Ələsgər.